Hörmətli izləyicilər, bugünkü mövzumuz nədir? Şəhərin mərkəzində Multibrand Avtonun sorğu sualında iştirak edib və 3 dənə suala düzgün cavab verən adama 20 manat hədiyyə verəcəyik. Qardaş, axşamınız xeyir. Avtomobil sorğusunda iştirak eləmək istəyirsiniz, 3 dənə suala düzgün cavab versəz 20 manat qazancınız. Sağ olun. Uşaqlar, salam. Avtomobil sorğusunda iştirak eləmək istəyirsiniz, 3 dənə suala cavab verin. Oh my god. Qardaş, salam. Avtomobillə bağlı sorğuda iştirak eləmək istəyirsən? Salam qardaş, hər vaxtınız xeyir. Avtomobil sorğusunda iştirak eləmək istəyirsiniz, 3 dənə suala düz cavab versəz 20 manat sizə hədiyyə olacaq. Mercedes hansı ölkənin avtomobilidir? Səhv cavabdır. İkinci sual. Mercedes hansı markası Mercedes zavodunu bankrot eləmək istəyirdi? Daha doğrusu, yəni 7 il onun ISO. Hansı kuza? Hansı? Üçüncü sual. Mercedesin logosunun üzərində olan 3 dənə ulduzun mənası nədir? Logonun üzərində olan 3 dənə ulduzun mənası nədir? Siz Multibrand Avto'ya takip atmışsınız? Ara. Multibrand Avto. TikTok'ta girib takip ata bilərsiniz. Sağ olun qardaş, sağ olun. Salam qardaş, hər vaxtınız xeyir. Avtomobil sorğusunda iştirak eləmək istəyirsiniz? 3 dənə suala düzgün cavab versən 20 manat hədiyyə. Deməli. Birinci sual. Mercedes logosunun mənası nədir? Mercedes logosunun mənası yox. İkinci sual. Mercedes'i hansı ölkə istehsal edib? Mən BMW-dən Almaniya deyib, çünki ən çox xoşlanan maşınadır. Elə? Hə. 2034-də. Üçüncü sual yaxşı verək. Dördmatik funksiyası nə olan bir şeydir? Qaqa bizi mənə getdi. Elə. Təşəkkür edirəm. TikTok'da Multibrand Avto səhifəsinə girib izləyə bilərsiniz. Sağ olun. Axşamınız xeyir. Avtomobil sorğusunda iştirak etmək istəyirsiniz? Sağ olun. 3 dənə suala cavab versəz 20 manat hədiyyə. Həcə? 3 soru 20 manat. Bəli. Tamam abi. Güzel. Şunu içeyim hemen. Mercedes avtomobili hansı ölkə istehsal edib? İstisal ne demek? Hansı ölkə yaradıb? Almanya. Almanya. Düz cavab. İkinci sual. Deməli, dördmatik funksiyası avtomobildə nə üçündür? 4 matik. Bəli. Tekerler için. Hansı Dörd çəkər. Ay, sol. Düz cavab verdiniz. Və üçüncü sual. Mercedes markaların içində ən məşhur marka hansıdır? Mercedes. Hansı markaları- klas? A klas, B klas, C klas, S klas, Y klas. En meşhur. Ən En məşhur. çok bilinen mi demek? 3 dənədir, birini desəz bəs eləyir. S-Class. Düzdür. Bu da sizə, siz zəhmət olmasa TikTokumuz var. Var. TikToka girin zəhmət olmasa Multibrand Avto səhifəsini izləmək üçün. Bu 20 manat qazanc Çok sağ olun. sizindir. Yazın zəhmət olmasa Multibrand Avto Ruslan. Siz yazabilir misiniz? He. Multibrand Ayson. Bu Tamam. bir səhifədir. Əsas səhifə ikinci səhifə. Var mı? Bu əsas səhifədir. Tamamdır. Çok sağ ol abi. Siz də sağ olun, xeyirli Hayırlı uğurlu olsun. Sağ olun. Görüşürüz. Selamlar Azerbaycan. Bunu da təkrar edin. Selamlar Azerbaycan'a. Can Azerbaycan, Allah kardeş sizin canınızı Azerbaycan. sağ eləsin. Çox sağ olun, Çok sağ olun, minnətdaram. iyi günler. Təbrik edirəm. Sağ olun. Salam qardaş. Avtomobil sorğusunda iştirak eləmək istəyirsiniz? 3 dənə düzgün cavab versən 20 manat məndən hədiyyə. Deməli, Mercedes markasını hansı ölkə istehsal edib? İkinci sual. AMC nə deməkdir? Bence Nə olan bir şeydir? Yəni nəyə əsasən avtomobilə AMC adı qoyulur? Hansı dəyişikliklər olur həmin avtomobildə? təəssüf ki ona bilirəm. Yaxşı, üçüncü sual. Mercedes işarəsinin mənası nədir? Təəssüf ki ona bilirəm. Multibrand Avto'ya takipsiniz. Multibrand Avto'ya takip atmışsınız. Takip atın, gələn sorğuda əgər qabağıma çıxsaz, məndən 20 manat hədiyyə olacaq takibə görə. Sağ olun. Çox sağ ol. Salam qardaş. Avtomobil sorğusunda iştirak etmək istəyirsən 20 manat qazana bilərsən. 17 yaşım var. Yox, nə fərqi var ki? 3 dənə suala cavab ver, Ha. mən də sənə 20 manat hədiyyə verirəm. Mercedes avtomobilini hansı ölkə istehsal edir? Almanya. Birinci sual, düzdür. İkinci sual. Hansı
Mercedes markası ən məşhurdur? CS. Düz cavabdır. Üçüncü sualda odur ki, Mercedesin işarəsinin mənası nədir? Mercedes D. Mercedes işarəsinin, o loqo var ya Mercedes, onun mənası nədir? Nə məna verir? Ben bilirdim ya bundan. Bilirdim, yox. Sən düzgün cavab ver ki, mən də səni mükafatlandırım. Dersin bir yol tutucu olmalıdır. Ha? Yol tutucu olmalıdır. Xeyr. Multibrand haftaya takip atmısınız siz? Zəhmət olmasa TikToka gir. Növbəti sorğuda qabağıma çıxsaz, mən sizə takibə görə elə belə 20 manat hədiyyə verəcəm. Hörmətli izləyicilər, bu günlük bu qədər. Multibrand Avto səhifəsini izləməyə unutmayın ki, növbəti sorğularda iştirak eləyəsiniz və takib atın ki, mən sizə takibə görə də hədiyyə eləyim.